Əmirzanda 15 yaşında bir oğlan uşağı dükkanda işləyən anasına sataşmış, gömrük işçisini neyniyibdi? Qətlə yetiribdi. Deməli, sosial şəbəkələrdə də paylaşırlar, amma ətraflı demirlər. Nə baş verir? Deməli, bu Naxçıvanlı gömrük işçisi Əmirzanda dükan sahibidir. Baxın ha, gömrük işçisi Naxçıvanlı Əmirzanda dükan sahibidir. Və bu dükanda işləyən bir satıcı qadın ağlayaraq evinə gedir və evə gələn 15 yaşında uşaq görür ki, anası ağlayır. Anasından soruşur ki, nə məsələdir? Və anası deyir ki, dükanda işləyən dükkanın sahibi həmin bu Naxçıvanlı gömrük işçisi ona sataşıbdır. 15 yaşında da uşaq bıçağı götürüb əlinə gəlib 4 dənə soxubdur buradan o tərəfə. Həmin o gömrük işçisinə dükandan da olubdu, canından da olubdu. Bax belə, həmin bu uşaq yəqin ki, milli qəhrəman olacaqdır. 15 yaşında olan bu uşaqdakı qeyrət təki bütün Azərbaycan xalqında olsun ki, bu oğraşlar, bu cındırlar, gömrük işçiləri, polis işçiləri, prokurorluq işçiləri hər birisi oliqarxdır. Gömrük işçisən get dövlətə xidmət elə də. Sən niyə gəlib Naxçıvandan Bakıda gömrükdə işləyirsən və Əmirzanda dükan sahibisən? Xeyr ola, pulun yox idi, hə? Cəmaatın anası ilə bacısı ilə nə işin var? Və 15 yaşında uşaq milli qəhrəmandır, başqa bir söz demirəm. Bunu bəyənin, paylaşın və digər harın məmurlar, hansı ki restoranları, binaları, obyektləri, şirkətləri var, hamımız bilin ki, dalınız dağılacaqdır. Mən öldürməyə qarşıyam. Sizin elə arvadlarınızın, qızlarınızın ağzına verəcəkdir. Elə Bakılılar, Qazaxlılar, Gəncəlilər, Talışlar, Ləzgilər fərq eləmir. Çünki siz çox harınlamısınız. Qəhbənin balaları. İndi o ölən gömrük işçisinə rəhmət düşür, yoxsa goruna itələmək düşür. Rəylər sizdədir.